Salam. İri planda 200-1-dən sizi yenidən salamlayırıq. İkinci mövsümə xoş gəlmisiniz. Bugün biz çox həssas və üzləşilməsi çətin olan bir mövzudan danışacağıq. İtkilər. Hər birimiz həyatda müxtəlif dövrlərdə itkilərlə qarşılaşırıq. O, bəzən sevdiklərimizi itirmək, əhəmiyyətli dəyişikliklər ola bilər və hər bir insan bu dəyişikliklərlə, bu itkilərlə necə baş etdiyini, baş edə biləcəyini öyrənsə daha yaxşı olar. Bu yolda bizə kömək bugünkü qonağımız olacaq. Bu mövzuda bizə dəyərli psixoloqumuz, Türkiyədə fəaliyyət göstərən Mensanima Psixoloji Mərkəzinin qurucusu, psixoloq Ləman xanım İsmailova köməklik göstərəcək. Ləman xanım bu mövzu ilə bağlı bizə dəyərli məsləhətlərini verəcək. Salam Ləman xanım, xoş gəlmisiniz. Salam, xoş gördük sizi. Əvvəlcə çox təşəkkür edirəm. Xoş gördük. Məni dəvət elədiyiniz üçün həm proqrama, həm də açılış proqramına çox şad oldum. Və mənim üçün də həqiqətən çox həssas, çox önəm verdiyim bir mövzudur. İtkilər və yas. İtkilərlə başa çıxmaq prosesinin psixoloji tərəfləri, bununla necə baş edə bilərik? Ümumiyyətlə, hər bir insan bu proseslə necə baş edə bilir? Yəni, burada hər bir insan bunu fərqli mi yaşayır, yoxsa hər kəs də bu eyni bir proseslə mi izlənir? Bir tərəfdən bəli, mən elə hesab edirəm ki, itkilər bütün insanların bərabər hiss etdiyi bir duyğudur. Birini, bir yaxınını, əzizini və ya həyatında önəmli birini itirmək hamı üçün tanış olan, aşağı-yuxarı eyni hissləri bağışlayan bir duyğudur. Bir digər tərəfdən isə hər kəsin öz kədər ritmi var və hər kəs öz itkisini o ritmə görə yaşayır. Birində bu çox görünən, dramatik bir şəkildə, birində bəlkə də qıraqdan çox soyuq görünən, amma daxili istirablarla, daxili təvatümlərlə keçən bir prosesdir. Ləman xanım, bəs belə bir vəziyyətlə üzləşəndə yaxınlarımıza necə dəstək ola bilərik? Yəni bu məncə bütün insanların ən çətinlik çəkdiyi hissədir. İtkisi olan birisinə dəstək ola bilmək. Çünki həqiqətən o anda hansı sözün demək lazım olduğunu, nə hərəkət eləmək lazım olduğunu çoxumuz bilmirik. Yəni əslində itki ilə birlikdə, bir yaxınımızın itkisi ilə birlikdə biz özümüz də bəlli bir travma yaşayırıq. Çünki ona necə yaxınlaşacağımızı bilmirik, necə körpü quracağımızı bilmirik. Amma o anda əsas olan itkisi olan yaxınımızın, dostumuzun, yoldaşımızın, fərq etməz ailə yaxınımızın yanında olmaqdır. Məcbur deyilsən ki, bir söz deyəsən, təsəlli edəcək bir sözün olmaya bilər. Amma varlığın, onun yanında olmağın elə o itkiyə şərik olmaqdır. Bir də Ləman xanım, bizdə itkilər tək doğmalarımızın itirilməsi, dünyasının dəyişməsi demək deyil. Eyni zamanda həyatımızda olan bu əhəmiyyətli dəyişikliklər olur. Bəzən uzun müddət davam edən münasibətlərin, ailələrin dağılması, işdən ayrılmalar olur ki, insanlar bunları çox fərqli yaşayırlar. Yəni, bu dönəmlərdə necə? Bu mərhələni ümumiyyətlə bəzi hallarda elə insanlar var ki, çox sürətlə keçirlər. Yəni, bu mərhələni necə yaşamaq lazımdır ümumiyyətlə? Ki, az travma alaq. İtkilər dediyiniz kimi çox haqlısınız. Yəni, ən çox qəbul görülən şeyi bir itki deyimimizdə bizim ağlımızda gələn şey bir yaxınının dünyadan köçməsidir. Amma o deyil. Sadəcə bir yaşayış yerini tərk etməkdə, məsələn, bunu biz yaşamış bir millət olaraq, bir qaçqınlıq həyatı olan insanlar üçün də bir itki və yas prosesi oldu təbii olaraq. Hər hansı təbii fəlakətdə ailəsini, evini, qaldığı yeri itirən insanlar, dediyiniz kimi münasibətləri pozulan insanlar, ümumiyyətlə bu həyatda əhəmiyyət verdiyi, hətta bir duyğunu itirmək. Məsələn, insanların ədalət duyğusunu itirmək, ədalətə olan inamını itirmək, cəmiyyətə olan inamını itirmək, bunların hamısını itki olaraq saya bilirik. Yəni, bunlarla necə baş edək? Yəni, bu mərhələni necə yaşayaq ki, psixoloji olaraq da biz sonradan daha ağır zərbə almayaq?
Mənim ümumiyyətcə hər kəsə tövsiyəm olur ki, hər hansı bir itki ilə birinci növbədə üzləşməyimiz lazımdır. Yəni o prosesi yaşamaq lazımdır və ümumiyyətcə həyatında itki olan yaxınımıza da icazə vermək lazımdır ki, onu öz kədər ritminə görə yaşasın. Yəni bizə görə, cəmiyyətə görə deyil. Özü o proseslə, o itki ilə necə başa çıxa bilirsə, o şəkildə yaşayıb o prosesi ağrılısını da hiss edərək, acısını da çəkərək, yeri gələndə qəzəbini də sonuna qədər yaşayaraq. Çünki yas bəlli mərhələlərdən ibarətdir. Hamısını yaşayaraq sonunda amma o hadisəni qəbullanaraq davam eləməlidir. Heç bir itki həyat boyunca unudulmur. Yəni unudulması mümkün olan bir şey deyil, amma biz həyatda onunla yaşamağı öyrənirik. Və o öyrənmə prosesinə icazə vermək lazımdır ki, insanlar öyrənərək keçsin o yolu. Ləman xanım, bəs belə deyək də fərqli olur insanlarda bu dönəm. Yaşa görəmi, xarakterə görəmi? Yəni burada necə məsləhətlər verə bilərsiniz? Bəli, əlbəttə hər yaşın, insan xarakterinin, şəxsiyyət belə deyək, şəxsiyyətinin burada rolu olur. Məsələn, uşaqların baş etməyi ilə bir yetişkin insanın yaşla başa çıxmağı tamamilə fərqli bir şeydir. Onların hər birində insan fərqli duyğular yaşayır. Nə qədər eyni olsa da fərqli cür olur. Ona görə insanlara əsas məsələ, psixoloq olmayan təbii ki mən insanları deyirəm, bir yaxınımızın gördüyündə o kədər ritmin, öz kədər ritmində onu yaşayarkən belə deyək də, onu müşahidə etməliyik. O proses boyunca bizim yardımımız ancaq o cür ola bilər. Onu o proses boyunca müdaxilə etmədən o proses boyunca onu müşahidə etməliyik sevgi və şəfqətimizlə. Əgər bəlli bir prosesdən sonra hələ də bu yas bitmirsə, belə deyək, biz ona deyirik artıq travmatik yas. Travmatik şəkil almağa başlayırsa, orada mütəxəssis köməyə lazım olur. Ləman xanım, bir də belə bir məsələ olur. İnsanlarda bəzi hallarda bu travmatik dönəmləri yaşamaq və bu dönəmin uzun çəkməsi özünü günahlandırmaqla bağlı olur. Yəni insanlar daha çox özlərini günahlandırırlar. İstər bu münasibətlərin bitməsində olsun, istər ailələrin dağılmasında olsun, istər dünyasını dəyişən doğmanın həyatında olsun, müəyyən bir peşmançılıqlar və müəyyən bir özünü qınamalar olur hər bir situasiyada. Və bunlarla necə baş edək ki, yəni nə yaxınımız bu hissi yaşayırsa biz onlara necə dəstək olaq ki, onları bu hissdən daha tez çıxarda bilər, yoxsa müdaxilə etməmək mi lazımdır ki, ümumiyyətlə bu öz axarınca getsin, yəni bir yerdə artıq özü sakitləşəcək? Özünü günahlandırma hissi bizim yasda gördüyümüz mərhələlərdən biridir. Yəni bütün itkin nədən ibarət olursa olsun, dediyimiz kimi istər maddi itkilər, fiziki itkilər və ya bir yaxınımızın həyatdan köçməyini, hər hansı bir bizim orada rolumuz olsun, olmasın, o prosesin içində olaq, o müddətdə ya olmayaq, mütləq o günahlandırma hissini yaşayır insanlar. Kaş ki bunu belə eləməsəydim. Ya da orada deyilsən, belə deyirsən ki, kaş ki orada olsaydım. Sanki sənin əlindəymiş kimi. Yəni bu prosesdən əslində keçir hamı. Çünki bu da yasın bir mərhələsidir. Amma bəlli bir dönəm sonra bitir və yerini qəbullanmaya verir. Yəni burada önəmli olan bunu müşahidə eləyə bilməkdir. Bəli, bu özünü günahlandırdı, amma bu dramatik şəkildə artaraq davam eləmir. Bu artıq qəbullanır və sonra geri çəkilməyə başlayırsa, bu normal bir yas müddətidir. O mərhələdən çıxdı yaxınımız deməkdir. Amma bunun şiddəti gedərək artırsa, başqa düşüncələrə çevrilirsə, bu zaman yardım istəmək lazımdır mütəxəssislərdən. Ləman xanım, bəs itkini qəbul etmək nə qədər zaman alır? Təbii ki, bu itkinin, yəni hansı itki ilə bağlı olmağından da yəni asılıdır, nəyi itirdiyimizdən də asılıdır. Amma yəni olur ki, anında yaşamırıq o hissləri. Dediyiniz kimi, yəni ritmi ilə, öz ritmi ilə yaşamaq lazımdır. Bəzən anında yaşamırıq və biruzə vermirik. Yəni bununla necə başa çıxmaq lazımdır? Çox təşəkkür edirəm suala görə. Məncə ən əhəmiyyətli hissəsi əslində yasın və itkinin budur. İtkini qəbul etmək nə zaman, necə olmalıdır?
Biz insanlardan bəzən təbii əlimizdə olmayaraq ya da o duyğularımızla özümüzlə başa çıxmayaraq əzab çəkən bir yaxınımızı, dostumuzu, sevdiyimiz insanı gördüyümüzdə istəyirik ki, onu çox tezliklə qəbullansın və hər şey normala dönsün. Əslində belə deyək, bunu istəmək onu daha böyük belə deyək də pislik eləmək deməkdir. Çünki o bunu deməkdir. Yəni sən bununla üzləşmə, bir kənarda saxla o duyğunu. Və sabah başqa bir şeylə, hər hansı bir hadisə, hər hansı bir film, hər hansı bir qoxu, tanış olan bir yerdən keçmək o insanı təkrar yas anına döndərəcəkdir. Tetikləyəcəkdir, o bastırdığı, içində saxladığı duyğuların alovlanmasına səbəb olacaqdır. Yəni imkan verək ki, yaşansın. İmkan verək ki, yaşasın. Yəni duyğularla başa çıxmağın yolu budur. Duyğuları bastırmırıq. Əvvəlcə onları qəbul eləyirik, başımıza gələnləri qəbul eləyirik, üzləşirik vəziyyətimizlə. Yəni bunu həm duyğu olaraq üzləşirik, həm belə deyək, məntiq düşüncə olaraq üzləşirik. Ondan sonra qəbullanmağa başlayırıq. Bir də çox üzr istəyirəm Ləman, belə bir nüans da olur ki, insan o duyğuları içində bəzən bastırdıqca ki, ətrafdakılar da bunun əziyyət çəkdiyini görməsinlər deyə bu insanın özünə də çox pis təsir edir. Böyük bir travmadır. Yəni ətrafımızdakıları düşünərəkdən hərəkət edən zamanı ən böyük ziyanı əslində özümüz eləmiş oluruq. Təbii ki, bu belədir. Təbii ki, belədir. Sonradan bu bizə depressiya olaraq geri dönür, sonradan anksiyetələr olaraq geri dönür. Sonradan belə deyək, baş edə bilmədiyimiz bütün duyğulardan qaçış olaraq geri dönür. O bastırdığımız hər yas, üzləşmədiyimiz hər ağır duyğu. Ona görə öncə üzləşməliyik. Hər duyğu biz bəlkə də cəmiyyət olaraq belə böyüdülürük. Yəni hər duyğu qarşısında güclü qalmaq, əslində hər zaman güclü olmağa ehtiyacımız yoxdur. Və insan olaraq hər zaman bir-birimizin güclü tərəflərini görməyə, belə deyək, alışmamalıyıq. Zəif tərəfləri ilə də bir-birimizi qəbullanmalıyıq və yanında olmalıyıq. Yəni özümüzü zəif göstərməkdən qorxmayaq. Qorxmayaq. Çünki duyğular çox təbiidir. Bütün o neqativ duyğuların özü də təbiidir. Və yenə deyirəm, insanların bəlkə də bu həyatda milliyyətindən, irqindən, dinindən asılı olmayaraq bərabər olduğu, tam bərabər olduğu yeganə duyğu bir şeyi itirməkdir. Və bu hər millətdə, hər xalqda, hər etnik qrupda və ya hər dində eyni acı yaşanır. İnsan olmağımızın ən bariz yeridir itkilər. Və ondan qorxmamalıyıq. Nə qədər ağır olsa da bəlkə səsləniş çox o qədər gözəl səslənmir, amma qorxmayıb qəbul etdikdən sonra yaşamağa başlayırıq. Yaşamın yolu əslində oradan keçir. Və yaşamın yolu əslində ölümə doğrudur, itkiyə doğrudur. Təəssüf ki, belədir. Yəni itki anlayışı ilə üzləşmək və bunu qəbul etmək. Yəni o zaman müddətində Bəli. deyirsiniz. Bəs Ləman xanım, bildirdiniz ki, bu travmalar daha dərinləşəndə artıq psixoloqa müraciət etmək və professional dəstək almaq lazımdır. Olmazmı ki, yəni insanlara aşılayaq ki, artıq bu mərhələyə gəlmiş insanlar və yaxud da ki, bu mərhələyə çatacaq olan insanlar artıq bilirlər həyatlarında müəyyən bir çətinliklər var, doğmalarının xəstəlikləri ola bilər, nə bilim, ailə münasibətlərinin gərginlikləri artıq insanları o dönəmə gətirir ki, bunlar artıq bir yerdə itəcək. Və bunlarla baş etmək üçün bu mərhələni daha az travma ilə keçirtmək üçün elə əvvəldən psixoloqa müraciət etsək daha düzgün yanaşmaq olmazmı? Təbii ki, bu düzgün yanaşmadır. Təbii ki, belə ola bilər. Amma dediyim kimi biz doğulduğumuz andan üzümüz ölümə doğru, itirməyə doğru geçsə də bu həyatda, yəni sadəcə ölüm olaraq nəzərdə tutmuram. Hər şeyi itiririk. Uşaqlığı itiririk, gənc oluruq, gəncliyi itiririk, yaşlanırıq. Yəni itirərək gedirik. Amma ən qəbullanmadığımız duyğudur. Yəni o dediyiniz kimi xəstəlik anında belə hamımızın ağlında bir möcüzə olsa, bir şey olsa, bəlkə belə olmayacaq. Hər zaman var. Yəni heç bir uşaq neçə yaşında olursa olsun, 100 yaşına çatsa belə valideynini itirmə hissini özünə yaxın qoymaq istəmir. Təbii.
Və onun üçün daha çox insanlar bundan qaçır. Mən çox istəyərdim ki, gələcəkdə bu istər xəstəxanalarda, istər ümumiyyətcə sosial hər yerdə itki ilə məruz qalmış və məruz qalacaq dediyiniz kimi insanlara, ağır xəstəlikləri olan insanlara bu yardım olsun. Yəni əlçatan olsun belə. Hətta sözünə qüvvət Ləman, belə bir məsələ də olur ki, insanlar çox ciddi bir xəstəliklərlə qarşılaşırlar və həyatlarının bu sonu da ola bilər, amma sonu olmasa belə çox ciddi bir travma, fiziki travmadan söhbət gedir. Bu yatalaq xəstəsi də qala biləcək insanlar olurlar bu xəstəliyin nəticəsi olaraq və yaxud keçirdikləri qəza nəticəsində həm doğmalarını itirirlər, həm sağlamlıqlarını itirirlər və özlərinə qapanırlar. Yaxınlar isə qəbul var ki, psixoloqa ancaq dəli gedər. Yəni biz heç kimi psixoloq yanına göndərmək istəmirik ki, dəli deyil ki, nə olub ki? Yəni yaxşı olar ki, əslində bu hallarda belə professional dəstəyə müraciət edə bilək. Yəni onu öz içimizdə tərbiyə edə bilək. Təbii ki, çox qatılıram və həmişə deyirəm ki, birinin gözündən şikayəti varsa, göz həkiminə çox normal şəkildə gedirsə, birinin bir yerə ağrıyanda qolu, ayağı travmatoloqa gedirsə, psixoloqa ruhumuz ağrıyır. Yəni bunu biz qəbul eləməliyik. Ruhumuzun da o köməyə, o yardıma, bəlkə başqa bir baxışa ehtiyacı olur. Və psixoloqa getmək çox normal bir şeydir. Hamımızın, hətta psixoloqların özlərinin belə yardıma həmişə ehtiyacı var. Psixoloqlar üzərinə daha çox neqativ enerji bəlkə yığır ona görə. Yəni yaxşı bir məqama toxundunuz. Özünüz almısınızmı psixoloji yardım? Bəli. Bunu bu işdə olduğum üçün mən hesab eləyirəm ki, doğru da budur, etik olan da budur. Çünki dediyiniz kimi, yəni mən danışanların, mənə gələn insanların dərdləri, problemləri ya da bölüşmək istədikləri nə varsa, əslində onu neqativ olaraq başa düşmürəm. Yəni o insana kömək, yəni onu sevə-sevə işim gərəyi də eləyirəm, amma bu var. Yəni bəlkə də yüklənən duyğular, bəlkə də qarşılıqlı o qədər çox empatiya göstərib bölüşdüyüm, yəni danışanla olan duyğu mənim üzərimdə bir iz buraxır və mən onu başqa bir insana ötürə bilərəm. Buna görə başqa bir insandan, başqa bir işin mütəxəssisindən bölüşürəm öz fikirlərimi, öz duyğularımı. Çünki mən də insanam, yoruluram bəlkə. Bəlkə nəyəsə baxışım düzgün deyil, fərqlidir. Onu dəyişməyim lazımdır. Yəni ona görə, yəni bu çox təbiidir. Ləman xanım, mənə maraqlıdır. İtkilər və inanc xilas edirmi insanı o inanc? İnanc xilas edirmi? Çox çətin bir sualdır. Çünki insanların inancı o qədər fərqlidir və belə deyək, müzakirəyə açıq deyil ki, İnanclar üzərindən ona görə çox həssaslıqla yanaşıram və fikir bildirməkdə çox belə deyək, çox dəqiq bir şəkildə bu belə olsa belə olar deyə bilmirəm. Ancaq inanclı olmaq fərqi yoxdur. Nəyə inanır? Hər kəsin bir vicdan azadlığı var və inandığı bir şey vardır. Mən inanclı insanların hər hansı bir şeyə inana bilər. Bu elm də ola bilər. İnsan elmə inanır. Ne bileyim, tibb elminin gələcəyinə inanır, sabah xoş günlərə inanır. İnancı nəyədirsə, onu daha güclü elədiyinə amma deyə bilərəm. İnsanı inanc gücləndirir, bəli, tamamilə razıyam. Bir də Ləman, belə bir məsələ olur ki, yaşadığımız bu 44 günlük müharibə dönəmində də, Türkiyədə də yaşanan zəlzələ, təbii fəlakətdən sonra da, bu dönəmlərdə uşaqlar, yeniyetmələr də çox təəssüf ki, çox ciddi travmalar aldılar və ailə münasibətlərində də. Biz nə edək ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz bu dönəmlərin istər ölkə olaraq, istər ailə olaraq onlara neqativ təsirini azalda bilək. Yəni necə davranmalıyıq? Yəni situasiyaları açıqlığı ilə mi onlara danışmaq lazımdır, yoxsa müəyyən şeylərdən onları uzaq mı tutmaq lazımdır ki, biz bunları xilas edək müəyyən şeylərdən? Ya,
O qədər eşitmək istədiyim suallardır ki, o qədər məmnunam ki, indi burada olmaqdan. Yəni bu fikirləri insanlara çatdıra bildiyim üçün çox təşəkkür edirəm bir də sizə. Belə deyim, uşaqlar və yeniyetmələr, o müharibə dövrü olsun, zəlzələ olsun, mənim də 2 övladım var və o dönəmi keçirən birisi olaraq da həm də müşahidə eləyərək evdə, təbii ki, dediyiniz tamamilə Elnarə doğrudur. Yəni uşaqlar bundan çox təsirlənirlər. Uşaqlara göstərəcəyimiz ən böyük dəstək bundan ibarətdir ki, uşaqları, duyğularını bölüşməyə sövq eləməliyik. Yəni düşündüklərini bizimlə paylaşsınlar. Böyüklərlə paylaşsınlar. Paylaşmalıdırlar. Bu əslində ən böyük psixoloji yardımdır uşaqlara. Çünki qorxurlar. Həqiqətən uşaqlar qorxur. Gördüyü hadisədən bəlkə valideynini itirməkdən qorxur o anda, bəlkə orada özü olmaqdan qorxur, müharibə üçün gələcəyindən qorxur. Yəni orada uşaqları belə deyək, o topladıkları enerjini, içəridəki duyğuları boşaltmağa sövq eləməliyik. Uşaqlarla çox danışmalıyıq. Məsələn, mən ən böyük əksiklik cəmiyyətimizdə bunu görürəm. Uşaqlarla danışmırıq. Çox razıyam. Xüsusilə də son dönəmlərdə, son neçə ildə, 10 illikdə bəlkə də bu ümumiyyətlə telefon, planşet, kompüter uşaqların həyatını zəbt elədiyi dönəmdə çox təəssüf ki, valideyn, övlad, bəli, ailə münasibətlərində də ümumiyyətlə böyüklərin də ünsiyyəti demək olar ki, çox-çox aşağıdır. Çox. Və biz kimin nə yaşadığını, hansı duyğular keçirdiyini çox təəssüf ki, anlaya bilmirik və bəzi hadisələr olanda necə hiss eləmədim deyirik, amma halbuki bunu hiss eləmək üçün ən azından insanla söhbət eləmək artıq kifayət edir ki, onun hansısa düşüncəsini biləsən. Yəni müharibə dönəmindən keçmiş bir ölkə olaraq bizim yetişən gənc oğullarımız var ki, hansılar ki, əsgərlikdən qorxurlar. Artıq içlərində bir vətənpərvərlik hissi olsa da yenə də ölüm təhlükəsi, müharibə təhlükəsi hər bir insan üçün riskdir. Təbii ki, bu qorxu da çox təbiidir. Eləcə də anaları düşünün, yəni analar o uşaqları böyüdən, analar da o övladını itirməkdən qorxurlar. Və belə deyək, bugün övladını itirmiş şəhid anaları da övladlarını itirməkdən qorxublar və qorxurdular. Və bugün də onlar yenə o yasla yaşayırlar, 5 il keçsə də yaşayırlar bu insanlar. Yəni bu duyğulardan qaçmamalıyıq. Duyğular çox təbiidir, normaldır. Amma bölüşərək bir-birimizə dəstək ola bilərik. Başqa əlimizdən gələn bir şey yoxdur. Yəni bir də belə bir yanaşmanı düşünürəm, Ləman. Bilmirəm psixologiya bunu nə qədər dəstəkləyir. Uşaqlara, gənclərə, uşaqlara təbii ki, yox, uşaqların bunu başa düşməsi bəlkə də hardasa biraz çətin olar, amma yetkinlik dövründə uşaqlara artıq ölümün mümkünlüyünü, hər an insanın həyatında ola biləcəyini, yəni bunun xüsusi təbii fəlakətdən sonra gəlməsi, müharibədən sonra gəlməsi nə yox, hər an ola biləcəyini aşılamaq düzgünmü olar səncə? Yoxsa yəni bu biraz həmin yaş üçün biraz daha mı travmatik olar bu məlumatın özü? Belə deyək, əslində uşağın ölümü bilməsindən qaçmamalıyıq. Yəni uşaqlar ölümü bilməlidirlər, amma belə deyək, biz uşaqlara ölümü bir qorxu mənbəyi olaraq, fobiya olaraq yükləməməliyik. Həyatın bir qanunu kimi. Həyatın bir qanunu kimi eləməliyik. Tam tərsi, məsələn, aşağı yaş qruplarında uşaqlara ölümü başa salarkən yaxınını itirmiş bir uşağa hər zaman deyilən şey bundan ibarətdir. Uşaqlara əsla ortada buraxmamaq lazımdır. Yəni getdi, uzaqlara getdi. Uşağa o gözləməni yükləməmək lazımdır. Razıyam. Məsələ, yaxınını itirmiş, atanı, ananı itirmiş, bəli. Sənin atan var, anan var, amma artıq bizimlə deyil. Yəni uşaq bunu qəbullanır, ondan qorxmamaq lazımdır. Əlbəttə ki, acı çəkir, əlbəttə ki, əzab çəkir, amma qəbullanır. Onun bütün başımıza gələn hadisələri, duyğuları vaxtında qəbullanıb, vaxtında üzləşib, vaxtında doğru bir şəkildə onu kodladığımız zaman o bizə heç vaxt psixoloji yük olmur. Yəni belə deyək də, fiziki olaraq hər hansı bir yaramızı biz eybi yoxdur, yaradı, qanayırsa qanasın deyib keçmirik. Qulluq eləyirik ki, sağlam sağalsın. Yəni onu qəbul edirik, ondan qorxmuruq ki, yaradı bu.
Yəni ruhumuzda olan yaraları da o şəkildə qəbul eləməliyik. Bəli, indi qanayır. Hər hansı bir səbəbdən. Razıyam sizdən, amma bunu yəni mütəmadi məşğul olmaq lazımdır. Çünki ola bilər ki, həmin anda qəbullanmış kimi görünə bilər. O yaşına görə, o dünya görüşünə görə, anlayışına görə. Amma məncə psixoloji dəstək mütləqdir. Təbii ki. Mütləqdir, çünki vaxt daşırır, yəni mütəmadi olaraq bunu davam etməyə. Və ümumiyyətlə məktəblərdə də, ali məktəbləri gözləməmək şərti ilə məktəblərdə də artıq psixologiyadan dərslər başlanılmalıdır. Ən azından ibtidai sinifi bitirən uşaqlar üçün, yəni məktəblərdə artıq psixoloqla görüşlər mütəmadi olmalıdır. Fənn olaraq artıq tədris olunur. Demirəm psixologiyanı elm olaraq açmaq, amma cəmiyyətə hazırlamaq. Çünki artıq cəmiyyət də 20-30 il bundan qabaqki cəmiyyət deyil, reallıqlar tamam fərqlidir və uşaqları bu reallıqlara hazırlamaq da məktəblərin öhdəsinə daha çox düşür, nəinki valideynlərin öhdəsinə, çünki onlar daha çox ünsiyyətdə olduqları dönəm məktəb dönəmi olur. Elədir, təbii ki, mən bununla bağlı məktəblərdə də bir neçə bizim Azərbaycan məktəblərində könüllü şəkildə uşaqlarla görüşdüm, onları öyrənməyə çalışdım fikirlərini və inana bilməzsiniz, gələnə qədər mən də heç bilməzdim ki, uşaqlar bu qədər buna açıqdılar əslində. Böyüklərdən çox-çox daha açıqdılar. Duyğularını bölüşməyə, fikirlərini deməyə, məsələn, bu həmyaşıd zorbalığı, bullyinglə bağlı xüsusilə məktəblərdə belə hər yaş qrupu uşaqlarla seminarlar keçirtdim və inanın o qədər cəsarətlə çıxdılar və mən bullyinqə məruz qalmışam dedilər ki, müəllimlərin xəbəri yox, valideynlərin xəbəri yox. Əlbəttə ondan sonra açıldı, bilindi və oradakı o uşağın cəsarətinə, duyğularını bölüşməyinə heyran oldum və bir an fikirləşdim ki, orada mən olsaydım, bugün biri versəydi, bəlkə mən o cəsarətlə çıxıb ona etiraf eləyə bilməzdim. İndiki nəsil daha cəsarətli. Daha cəsarətlidir və bu çox gözəl bir şeydir. Ona görə uşaqlarla, ona görə israrla bütün valideynlərə də deyirəm, uşaqlarla bölüşün. Siz də öz fikirlərinizi bölüşün. Hətta qorxularınızı da bölüşün. Yəni o eyni duyğunu sizinlə paylaşdığını bilməyi belə ona dəstəkdir. Qorxu ilə gələn bir uşağa qarşı təbiidir, mən də qorxuram dediyində ona çox böyük dəstək olursan. Çünki sən illərdir qorxunun nə olduğunu bilirsən. Amma bəlkə də o ilk dəfə həyatında hiss eləyir qorxunun nə olduğunu. Onun gözü ilə baxmaq. Onun gözü ilə baxın. Biz valideynlərin yəqin ki, belə bir səhvi var ki, mən uşağımın yanında qorxmayım, mən uşağımın yanında aciz olmayım, özümü həmişə güclü saxlayım və ona da güclü dəstək verim. Amma yəqin ki, mən belə düşünürəm, müəyyən bir mərhələdən sonra, yaşımın müəyyən bir mərhələsindən sonra ki, bu biraz yanlışdır. Elədir. Yəni mən valideynlər üçün buna həmişə deyirəm ki, uşağınız sizə nə duyğu və düşüncə ilə gəlirsə gəlsin. Ya sizin üçün həyatdakı ən qorxduğunuz şeylə belə. O anda soyuqqanlılığınızı qoruyun. Amma onun duyğusunu bölüşün. Təbii ki, orada sən öz təlaşını ona keçirtməməlisən. Təbii ki, sən o panik halını uşağa göstərməməlisən. Amma duyğusunu bölüşə bilməlisən. O uçuşlarda deyilir, oksigen maskasını öncə özünüzə taxın. O həqiqətən, yəni psixoloji yardımda da elədir. Yəni o anda sakit qalın, nə hadisə baş verirsə versin. Amma duyğusunu bölüşün. Qorxuram, mən də qorxuram. Mən də sənin yaşında bundan qorxurdum. Bu çox təbiidir. Dediyində uşaq rahatlayır. Yəni ilk öncə dinləmək lazım. İlk öncə dinləmək. Bəli. Mənim də övladım məktəbdə təhsil alır. Hər kəsin övladını Allah qorusun və çox problemlərin kökü məncə elə burdadır ki, məktəblərdə kifayət qədər ya tədris olunmur, ya zaman ayrılmır və gələcəkdə bunun problemlərini daha çox yaşayırıq. Ona görə çox doğru məqamı vurğuladınız ki, siz özünüz könüllü olaraq cəhd göstərmisiniz ki, məktəblərdə də görüşəsiniz. Bəli. Bir il, bəlkə 2 il artıq oldu. Yenə hazıram istənilən məktəbə bunu eləməyə. Öz oxuduğum məktəbdə bunu eləmişdim. Yəni Azərbaycanda. Siz çünki Türkiyədə də fəaliyyət göstərirsiniz. Bəli. Azərbaycanda gəldim, öz oxuduğum məktəbdə bunu elədim və mən hesab eləyirəm ki, hər oxumuş insanın öz cəmiyyətinə borcu var. Və mən o borcumu az da olsa yenə yetirməyə çalışıram bununla. Bundan sonra da belə bir şeyə açığam hər zaman. Sevə-sevə gələrəm. Könüllü şəkildə dəstək olmağa çalışaram məktəblərə, uşaqlara. Bu mənim
mənəvi borcum idi cəmiyyətimizə və onun üçün eləmişdim və çox şadam elədiyim üçün də, çünki mən öz işim üçün də bunu gördüm. Əslində problemlər nədir? Nələrə daha çox vurğulanmalıyıq? Nələr üçün insanların yanında olmalıyıq? Bunları görmək barədə də mənə çox böyük məktəb oldu bu. Nə gözəl. Bəs Ləman xanım, Türkiyədə də fəaliyyət göstərirsiniz, Azərbaycanda da. Nə fərqlər var ümumi bu sahədə? İnsanların müraciətindən tutmuş, yəni hansı mövzulardan tutmuş, yəni sizə daha çox hansı mövzu ilə bağlı müraciətlər olur? Belə deyək, orada Azərbaycanda daha yeni başlayıram Azərbaycanla işləməyə. Orada daha biraz uzun müddətdir artıq fəaliyyət göstərirəm. Oradakı insanlar təbii ki, psixoloji yardıma Azərbaycana nisbətən daha açıqdılar. Daha açıqdır. Bu da təbiidir, çünki onlar üçün psixologiya elmi, psixoloqa müraciət eləmək daha uzun zamandır. Belə deyək, alışdıqları bir şeydir. Bizim cəmiyyət üçün yeni bir mövzudur psixoloq yardımı. Ona görə mən insanları da qınamıram və belə hesab edirəm ki, bunun daha çox belə deyək, yayıldıqca, insanlar xəbər tutduqca daha çox müraciətlər olacaq. Amma Azərbaycanda da artıq fəaliyyətə başladıqdan sonra, Azərbaycanla əlaqələrim olduqdan sonra mən görürəm ki, əslində belə deyək, çox da insanlar buna qapalı deyillər. Hətta rayonlardan olur müraciətlər, insanlar, təbii qadınlarımız daha açıqdılar buna. Amma arzu olunandır ki, kişilər də paralel şəkildə psixoloqa daha çox. Eləmir demirəm, yəni deyə bilmərəm. Çox eləyənlər də var. Amma qadınlar təbii daha açıqdır. Amma bu qadının belə deyək, yaradılışından da irəli gələn bir şeydir. Qadınlar paylaşmağı sevirlər. Bəlkə də ondandır. Bəlkə də biz cəmiyyət olaraq oğlanlarımızı, kişiləri böyüdərkən belə böyüdülür. Paylaşma, duyğularını biruzə vermə. İndi hər şeyi də onların boynuna atmayaq. Həqiqətən yetişdirmə tərzi də bu səhvdir. Onlar da bölüşməlidir. Çünki onlar da insandır. Bəzən daha çox onların ehtiyacı var, bəlkə də bölüşmək. Bəli, yəni onun üçün içinə daha çox atan tərəf yəqin ki, kişilər olur. Çünki qadınlar atmağa məcbur buraxılan tərəfdirlər. Qadınlar psixoloqa getməsələr də rəfiqələrlə, ana ilə, bacı ilə dərdləşəcəklər, amma kişilərin bu tərəfdə bəxti birazca gətirmir. Çünki onlar daha çox bu dərdi içində yaşayırlar. Dost yanında içlərini aça bilərlər. O da o milli mentalitetdən gələn bir şey var ki, problemi danışmaz kişi evdə olanı çölə çıxartmaz. Yəni bu düşüncələr müəyyən mənada kişilərin ayağını bağlayır, əlini ayağını bağlayır belə deyək. Ləman, belə bir həqiqət də var ki, Türkiyədə həm seriallarda, həm filmlərdə daha çox son dövrlərdə psixoloqa müraciəti açıq şəkildə göstərirlər və hətta Gülsərən Budayıcıoğlunun hekayələri əsasında, yəni onun yanına gələn pasientlərin həyat hekayələri sayəsində yazılan hekayələri ekranlaşdırdılar, seriallar çəkildi və bu çox böyük bir əks-səda doğurdu. Bu nə dərəcədə ümumiyyətlə psixologiya tərəfindən, bir psixoloq tərəfindən sizənin yanaşma maraqlıdır ki, bu nə dərəcədə ümumiyyətlə doğrudur, kiminsə gizlin tərəfini, kiminsə gizlin bir hekayəsini ümumi cəmiyyətə açmaq. Belə deyim, psixologiya elmində, elmi olaraq yanaşdığımızda ümumiyyətcə bir tərəfindən hətta tibb elmində belə desək, çünki Gülsərən Budayıcıoğlu həm psixiatrdır, yəni elə dəstək verir insanlara. Bir mənalı şəkildə etik deyil. Etik deyil. Hətta belə deyək, bir psixoloqun ya da psixiatrın məhkəmə zamanı belə yanına gələn insanla danışdıqlarını bölüşməmə haqqı var. Gizlilikdə qorunmalı. Gizlilik, yəni bir mənalı şəkildə mən də terapiyaya başlayanda ilk söylədiyim bir şey olur ki, bizim aramızda olanlar, danışılanlar nədən ibarət olursa olsun, bu gizlidir. Ancaq ikimiz arasında qalacaq. Yəni bunun sözünü verdiyin insanın təbii ki, sonra üzərindən neçə il keçirsə keçsin, danışdıqlarını, paylaşdıqlarını bölüşmək mənə o qədər də etik gəlmir. Məncə də. Amma hekayələr biraz dəyişdirilir də, yəni bədii formada. Təbii, bədii əsərə çevrilir. Bədii əsər roman şəklində olduğu üçün amma kimsə baxanda orada özünü görür. Görür.
görür amma görür. real həyat hekayələridir. Və biz bunu bilmirik. Bu üstündən illər sonra keçmiş o insana nələr hiss etdirir, nələr yaşadır. Onun psixologiyasında belə, yəni həmin hekayəni nə bilən hadisələr baş verir bilmirik. İşin o tərəfini görə bilmirik amma. O da çox doğrudur. Amma yəni bunlar da olmasa. Amma bunu təqdir eləyirəm sadəcə ki, kinoya bu elmi gətirməklərini təbii ki, orada göstərilən seanslar kimi deyil, normal həyatdakı seanslar. Yəni o qədər belə deyək, dramatik oturub biz danışanlarımızdan anlamırıq. Eləmir, orada bir bədililik var, amma insanların bunu bilməyi üçün, yəni yaxşı, maarifləndirmək üçün insanları bu yaxşıdır, bunu təqdir eləyirəm. Çox təəssüf bizim yerli nə seriallarda, nə də filmlərdə hələ ki elə bir hadisə ilə qarşılaşmamışam. Bəlkə bundan sonraki seriallar, filmlər bunlara daha çox yer verəcəklər. Əslində mən çox istəyərdim. Çünki həm böyüyən nəsil üçün, həm orta yaşlı nəsil üçün, hansı ki orta yaşlı nəsil daha çətin qəbul edir psixoloqa getməyi, psixoloqa müraciət etməyi və bunun normal bir şey olduğunu, bayaq sənin də qeyd etdiyin kimi gözümüz ağrıyanda həkimə gediriksə, ruhumuz ağrıyanda niyə həkimə getməyək ki? Onun da həkimi psixoloqdur. Yəni gedib dərdini danışmaq, ən azından bəzi hallarda olur ki, insan doğmasına danışa bilmir, amma kiməsə mütləq danışmaq istəyirsən bunu. Həyatındakı bu mərhələni söhbət tək itkidən yox, sadəcə olaraq o ruh dəyişikliyin belə olanda doğmalarını bəlkə də yükləmək istəmir insan ki, danışıb onun da pis hala düşməsin, nə bilim, mənim dərdimi çəkməsin, mənim fikrimi eləməsin. Amma bir psixoloq yanına gedib ondan bir dəstək söz eşitmək artıq özü bir insana ümid işığı olur bir yerdədir. Tək dəstək deməzdim, həm də mütəxəssis yanaşması olur. Mütəxəssis yanaşması ola bilər, yaxınınla paylaşarsan, o istədiyin sənə vermək istəsə belə o dəstəyi bəzən verə bilmir insan. Bəzən çarəsiz qalırıq. Amma mütəxəssis yanına yönəldəndə problemin daha tez həllinə nail ola bilirik. Daha düzgün, daha açar sözlərdən istifadə olunur yəqin ki, onlara çətin situasiyadan çıxmaq üçün. Belə deyim, mən həmişə başlayanda da hamıya dediyim şey bundan ibarətdir ki, bu yolu siz keçirsiniz. Bu sağalma yolunu siz keçəcəksiniz. Mən sadəcə sizin yanınızda gedən bir rəhbərəm. Yəni, turistik rəhbər kimi, necə ki bir yerə gedəndə bir əslində amma ora siz getdiniz, siz gəzirsiniz, istədiyiniz üçün oradasınız, amma bir turistik rəhbərin olmağı, oradan keçərkən sizə doğru sualları verməyə ya da doğru yerə yönləndirməyə, necə kömək eləyirsə, necə zövq verirsə gəzməyə, bir muzeyi, bir tarixi abidəni, psixoloqun yardımı da bundan ibarətdir və biz başlayanda işə ilk başda əlbəttə çox çətin gəlir insana, başqa insanları mən dinləyəcəm və ilk həqiqətən psixoloq olarkən belə bunu gözündə canlandıra bilmirsən ki, mənim nə yardımım ola bilər və mən çox bizim müəllimim, professorun çox gözəl bir sözünü həmişə öz yadımda saxlayıram. Deyirdi ki, siz mənə uşaqlar inanın, 60% sadəcə dinləmək belə o işi görmək deməkdir. İnsanların dinlənməyə ehtiyacı var. Birisi onu qabağına qoyub qulaq assın və mən işə başladıqdan sonra gördüm ki, inanın çox böyük əksəriyyətlə insanlar ilk seans sonrasında dedi ki, çox təşəkkür edirəm. İlk dəfə bir insan məni bu qədər kəsmədən, bölmədən dinlədi. Həyatımda ilk dəfə biri mənə qulaq asdı. Biz axı sevirik qarşımızdakı danışanda ona fikir bildirək, səhvlərini deyək, imkan verməyək ki, bir danışsın, ittiham eləyək. Yəni biz bunları peşman eləyək ki, danışdı, bizlə bölüşdü bunları. Yəni ona görə hər birimizin ona ehtiyacı var ki, biz bölüşək. Sadəcə bizi dinləsinlər. Dinləyən qulağa həmişə ehtiyacımız olur. Çox təəssüf ki, bunu yaxınlarımızdan ala bilmirik, amma ən azından cəmiyyət olaraq mən də çox istəyirəm ki, psixoloqa getməyə çox açıq olaq. Yəni ehtiyacımız olan anda, yəni müraciət edə biləcəyimiz ünvanın olduğunu bilməyin özü belə artıq bizi çox rahatladır. Təbii ki, mən bayaq dediyim kimi o hissəyə də qatılıram ki, mən də çox istəyirəm ki, Azərbaycan sənətində, kinoda, teatrda və ya seriallarda biz həm psixoloqlara görə, həm ümumiyyətcə psixoloji
belə deyək, dəstək normal almağı hal görsünlər insanlar, bu normallaşsın cəmiyyət üçün. Bəli. Və bunun da yenə də qeyd etdiyimiz kimi ilk öncə məktəblərdən başlayır Bəli, təbliğat. təbii ki. Yəni çox geniş yer vermək lazımdır məktəblərdən. Və hətta məktəblərdən də paralel şəkildə valideynlərlə də bu görüşlərin təşkil olunmasının önəmli olduğunu düşünürəm. Çünki son dövrlərdəki bizim bu sosial şəbəkələr və sosial şəbəkələrə oynamaq həyat tərzimiz ki, hər bir şeyi paylaşaq, hər bir detalı paylaşaq, bunların özü də artıq elə bilirəm ki, psixoloji olaraq artıq peşəkar tərəfindən professional bir dəstək alınmalıdır. Çünki bunun özü belə normal deyil. Uşaqların paylaşılması bu qədər, gündəlik həyatımızın paylaşılması bu qədər. Ya hər birimiz bunu edirik, amma bunun miqdarını, dozasını mütləq şəkildə müəyyən etmək, çərçivələri qorumaq şərti ilə. Yəni bunu da valideynlərə burada nə deyə bilərsən Ləman, bir psixoloq olaraq, bir dəstək olaraq? Valideynlərə bunu demək istəyirəm. Biz daha neçə yüz illərdir yaşadığımız dünyaya alışmamışkən önümüzdə yeni bir dünya açıldı, virtual bir dünya. Və biz istəyirik ki, ora çox tez adaptasiya olaq. Və bu çox tez adaptasiya olmaq özü ilə də çox böyük səhvləri gətirir və çox təəssüf ki, heç birisinin fərqində deyilik. Onsuz da çətin olan həyatımızı indi çətinləşdirən o qədər çox məqam çıxmağa başladı ki, biz sosial şəbəkələrdən gördüyümüz hər şeylə özümüzü müqayisə eləyirik, hamı ilə özümüzü müqayisə eləyirik, uşağımızı müqayisə eləyirik və bu bizə dəhşətli, çox böyük emosional yük olaraq geri dönür. Özümüzü yetərsiz hiss eləyirik, dəyərsiz hiss eləyirik, çünki orada bizə göstərilən sevgidə böyüdülmüş, qabardılmış, abardılmış bütün göstərilir. şeylər qüsursuzdur, Münasibətlər çox mükəmməldir. Hər hamının maddi vəziyyəti çox yaxşı vəziyyətdədir. Və bu çox yanıldıcıdır. Xüsusən gənclər üçün, uşaqlar üçün reallıq hissini itirir, gerçəklik doğrusunu itirir insanlar. Bəli. Çünki orası gerçək bir dünya deyil. Bunun fərqinə varaq istifadə eləmək, təbii ki, artıq biz bundan geri dönə bilmərik. Texnologiya əsrinə girdik. Bəlkə də çox böyük daha dəyişikliklər qabaqda bizi gözləyir. Amma fərqində olaraq o yolda yerimək başqadır. Yoxuş aşağı, üzü aşağı getmək başqa bir şeydir. Mən düşünürəm ki, qeyd elədiyiniz kimi uşaqlara, yeniyetmələrə xüsusilə düzgün başa salmaq lazımdır. Bəli. Yəni bundan dediyiniz kimi geri dönüş mümkün deyil, bunun qarşısını ala bilmərik. Mənim övladım da sosial şəbəkələrdən istifadə edir, özünün Instagram səhifəsi də var və mən özüm nəzarət eləyirəm buna təbii ki. Amma mən onu başa salıram ki, nəyi necə paylaşmaq olar. Elədir. Və bəzən özüm həvəsləndirirəm. Bilmirəm bunu nə dərəcədə düz eləyirəm, amma belə bir məqamdayıq hal-hazırda. Amma başa salmağa çalışıram. Bacardığım qədər başa salmağa çalışıram. Mənə elə gəlir, yenə də hər şeyin kökündə tərbiyə dayanır. Təbii ki. Ailədə verilən tərbiyə və övladın sənə olan güvəni, sənin övlada olan güvənin. Bu bağları möhkəm tutmaq lazımdır. Sizə çox qatılıram, elədir əlbəttə. Amma yenə mən ümumiyyətcə uşaqların bəlli bir yaşa qədər sosial şəbəkələrdən istifadə edilməməsinə tərəfdaram. Çünki dediyim kimi uşaqlar yaşları gərəyi də istismara açıqdılar. Bəli. Oradan o təhlükə var. O təhlükə var və çox böyük təhlükədir. Yenə deyirəm, öz ölkəndə, öz küçəndə bu günə qədər uşağın 100.000 nəfərin belə deyək, dən gələcək təhlükəyə açıq idisə, sosial şəbəkələrdə artıq bunun ucu bucağı yoxdur. Dünyanın bir başqa yerində, başqa bir ölkəsindəki insandan gələn hər hansı bir pis hərəkətə, pis davranışa da açıq şəkildədir. Ona görə bəlli yaşa gələnə qədər, sizinlə o bağı qurana qədər, o güvən bağını qurana qədər uşaqların sosial şəbəkələrdən istifadəsi Düzgün deyillər. Düzgün deyil. Düzgün deyil. Həm düzgün deyil, həm Nəzarət altında olmalıdır və digər tərəfdən məsələn çox kiçik yaşların mən xüsusən buradan vurğulamaq istəyirəm. Məsələn o xüsusən də YouTube-da onlar istifadə eləyirlər. Dəqiqə sayı az olan videoları izləməyi uşaqların məktəb həyatını çox çətinləşdirən işlərdən biridir. Çünki uşaqların diqqət müddətini olduqca qısaldır. Diqqət pozuntusu yaranır. Diqqət pozuntularının bu qədər çoxalmasının səbəblərindən ən böyük səbəbi də budur.
qısa videolar. Qısa videolar Tez, izləmək. daha tez Çünki məlumat, daha biz tez nə dəyişiklik. izləyirdik? Cizgi filmləri izləyirik uşaqkən, xatırlayın. Yəni onun bəlli bir müddəti var idi. Bəli. Və bizim məsələn dərslərdəki diqqət müddətimizə uyğunlaşdırılmışdı onlar. Amma indi uşağın qabağına çıxıb 1 dəqiqəlik video çox sürətlə başqa bir şeyə keçir. O diqqətini ancaq o Təbii ki, qədər 45 müddətdə dəqiqə o dərsdə oturub dərsə rahat oturub dinləməyəcək. qulaq asa bilmir. Dinləyə bilmir. Yəni zaman çox dəyərlidir deyə bu itki də xüsusi bir itkidir. Zamanımızın da qədrini bilmək, uşaqlara da Elədir. bunu başa salmaq, o həyat ritmi ilə yaşamaq, xüsusilə yeniyetmə dövründə daha çox öyrənməyə meylli olduqları dövrdə. Yəni yetişkin insanlarda da təbii ki, məncə ən böyük itki zaman itkisidir. Sizə qatılıram, zaman itkisi çox böyük itkidir və biz o zamanımızı bizə əslində belə deyək, dəqiqəsinə qədər hesablanıb verilmiş o zamanımızı bəzən o qədər çox boş xərcləyirik ki, yəni hər an onun fərqində olmağımız lazımdır. Yəni o dediyim kimi orada saatlarla zaman keçirən insanlar üçün bu çox böyük bir itkidir və bunun geri dönüşü yoxdur. Yəni, həyatda bir dəfə gəlirik, bir dəfə yaşayırıq və bizə verilən sayılı dəqiqələr var, anlar var və onu daha anlamlı, daha doğru şeylərlə yaşamaq mənə görə daha düzgün olardı. Amma təəssüf ki, bunu da gec anlayırıq. Çox təəssüf. ki, amma itirdiklərimiz bizə həm də qazandırır. Həyatın müəyyən mərhələlərində hər kəs o itki ilə təbii ki, rastlaşır. Mövzunun əvvəlində də qeyd elədiyimiz kimi müxtəlif formalarda. Amma daha sonra anlayırsan ki, əslində bu itirdiyin sənə həm də nəsə qazandırıb. Elədir. İtirdiklərimiz bizə qazandırır təbii ki buna. Amma bunun fərqində olmalıyıq. Nəyi itirdim, nəyi qazandım. Ora gəldikdən sonra bu qazanc olur bizə. İtkilərimizlə böyüyürük. Çünki bəzən dediyiniz kimi itirmədən qazana bilmirik. İtirmədən Bəzən yox, olmur. çox zaman məncə. Zamanı da itirərək. Nə qədər acı olsa da. Nəyi də qazanırıqsa zamanımızı itirərək onu qazanırıq. Məsələn, təhsil alırıq, ona da bir zaman. Gəncliyi, uşaqlığı oxuyaraq keçiririk və qazanırıq əslində. O zamanları, o günləri itirərək qazanırıq. Amma onun fərqində olmaq, mən nəyi nəyə qurban verdim, nə üçün? Yəni qazandıqdan sonra əgər onu doğru anlamda istifadə eləmirsənsə, əslində o itirdiyinə də dəymir. Zamandan və itkilərdən danışmışkən artıq verilişimizin də sonuna gəldik. Təşəkkür edirik Ləman xanım, dəvətimizi qəbul edib qonağımız oldunuz. Növbəti görüşlərədək. Hələlik bu qədər. Bizi izləməyə davam edin. Daha da maraqlı və fərqli mövzularla çalışacağıq ki, sizinlə paylaşaq.